10.1 Alqoritm anlayışı, alqoritmin xassələri. Birinci sual. Alqoritmə görə uyğunluğu müəyyən edin. Təsvir üsulları. Təsvir üsulları qrafik, proqramlaşdırma dilləri, sözlə təsvirdir, psevdokoddur. Burada C ilə E, birə CE, birə CE olanda A variantı. Digərlərin növlərinə baxa bilərik. Növləri hansılardır? Növləri budaqlanandır, xəttidir, dövrüdür. Xassələri müəyyənlik, diskretlik, nəticəvilik, kütləvilik. Burada da B ilə D-də 3 aid. 1 oldu A. 2. Alqoritmin sonlu addımlardan ibarət olması və nəticə ilə sona çatması alqoritmin hansı xassəsinə aiddir? 2-yə B nəticəvilik xassəsi. 3-də alqoritmin xassələri bayaq saydıq. Nəticəvilik, müəyyənlik, diskretlik və kütləvilikdir. 3-ə A variantı. 4-cü sualda 1-də nəticəvilik. Nəticəvilik bayaq da qeyd edildik. Alqoritm mərhələləri və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır. 1-ə C. 2. Müəyyənlik. Alqoritmin hər bir A variantı, yəni 2A, alqoritmin hər bir mərhələsinin məzmunu və yerinə yetirilməsi ardıcıllığı dəqiq və müəyyən olmalıdır. 2A. 1-ə C, 2-yə A burada C variantındadır və 3-ə də alqoritmin hər biri sonlu zamanda yerinə yetirilməlidir. Mərhələlər deyilsə, hər bir mərhələ yalnız əvvəlki mərhələnin bitməsindən bu diskretlikdir. Mərhələ odur kəsilmə ardıcıllığı ilə gedir. Burada 3-ə B D. 5-ci sual. Verilmiş alqoritmdə hansı xassisə pozulmuşdur? Asim sürücülük imtahanının birinci mərhələsində uğurla keçir və praktik imtahanı vermək üçün avtomobil meydançasına yollanır. Açma avtomobili təhvil verirlər. Asim avtomobildə əyləşərək mühərriki işə salır və avtomobili hərəkət etdirməyə başlar. Burada həmin anda imtahan nəzarətçisi Asimə imtahandan kəsildiyini söyləyir. Asim praktik imtahanda hansı xassəni pozmuşdur? Burada kəsilən ardıcıllıqlara baxırıq. Avtomobil təhvil verirlər, Asim əyləşir, avtomobildə əyləşən mühərriki işə salır. Burada diskretlik, yəni kəsilən, burada kəmər taxma ola bilərdi, ümumi nüanslar var. Burada diskretliyi pozur. Ona görə 5B. 6-cı sual. Verilmiş alqoritmdə hansı xassisə pozulmuşdur? Aşpaz yemək bişirmək üçün yeməyin bişirilmə tərəfinə baxır. Bu zaman bir ərzağın adını oxuya bilmir. Yeməyin bişirilmə alqoritmindən hansı xassisə pozulmuşdur? Müəyyənlik, yəni müəyyən deyil də hansısa bir ərzaq orada müəyyən deyil, görünmür. Ona görə müəyyənlik xassəsi 6-ya A. 7-ci sualda. Aşpaz yemək bişirən zaman yeməyə ədviyyatları əlavə etməyi unutmuşdur. Bu zaman aşpaz yeməyin bişirilmə alqoritmində hansı xassəni pozmuşdur? Burada da yenə diskretlik xassəsi pozulub. Hər hansı bir addım yaddan çıxdığına görə 7B variantı. Məsələn, 5-də də o idi. Hər hansı bir addım yaddan çıxır. Diskretliyə aiddir. Ardıcıllıq yəni orada pozulmuş olur. 7-yə B, 8-də verilmiş alqoritmin hansı xassisə pozulmuşdur? Müəllim Asimə aşağıdakı məntiq tapşırığı vermişdir və bu məntiq tapşırığı hansı ifadə əsasında qurulduğunu müəyyən etməli və sual işarəsinin yerində yazılmalı ədəd tapmağı tapşırmışdır. Asim bir müddət fikirləşdikdən sonra aşağıdakı cavab verir. Müəllim burada qüvvət əməl istifadə etmişdir. Yəni birinci ədədin üstü ikinci ədəd yekun sual işarəsinin yerində 27 olmalıdır. Burada müəllim Asimə səhv cavab olub. Burada ümumi bu məntiqdə hər bir operator, yəni bu hər bir əməldə yəni eynisini yerinə yetirməlidir. Kütləvilik, düstur və hamısında məsələn 2-nin üst qüvvətində 3 8-ə bərabər olmalıdır. Bu ödəyir 3-ün üstünə 2 9-a, amma 4-ün üstə 2 16 olmalıdır. Burada 12 yazılıb. Ona görə bu kütləvilik xassəsini pozur. 3 üstə 3 27. İkisi ödəyir, amma bir dənə bu 12 ödəmədiyinə görə kütləvilik xassəsi pozulmuşdur. 8-ə D variantı. 9-da alqoritm determinlik xassəsi dedikdə nə nəzərdə tutulur? Müəyyənlik xassəsi nəzərdə tutulur. 9-a E.
Alqoritmin bir neçəsi üçün deyil, bütöv bir sinifə aid olması bir haqda dedik, kütləvilik xassəsi ona da E variantıdır. 11-ci sual, alqoritm nədir? Müəyyən məqsədə çatmaq üçün atılan sonlu sayda addımlar ardıcılığı 11C. 12 hər addımı əvvəlki addımın icrası başa çatdıqdan sonra icra oluna bilər. 12-ci sualda diskretlikdir. Bu 4-cü sualda da həmin o cavab verilmişdir. Burada 4-cü sualda burada D variantı. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin bitməsindən sonra başlayır. Ona görə 12A variantı diskretlikdir. 13-cü sual. Alqoritmin hansı xassəsinə görə onun hər bir addımı dəqiq və birmənalı təyin olunmalıdır? Müəyyənliyə aiddir. 13-də A variantı. 14-cü sual kütləvi xassəni necə bildirir? Alqoritm bir məsələ üçün deyil, bütöv bir məsələlər sinifi üçün qurulmasıdır. 14-də C variantıdır. 15-ci sual alqoritmin hansı xassəsinə görə onun icrası sonsuz davam edə bilməz? Axtarılan nəticə mütləq alınmalıdır. Bu nəticəvilik xassəsinə görədir. Yekunda bir nəticə almalıyıq. 15-də A variantı. Alqoritmin xassələri kütləvilik, diskretlik, nəticəvilik. Bunlar alqoritmin xassələridir. 1, 3, 4, 16-da da A variantı. Diqqətiniz üçün çox sağ olun. Kanala abunə olub videonu bəyənməyi unutmayın.